Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş. Hal-hazırda daha bir qəhrəmanımın ocağına ziyarətindəyəm. Həmin qəhrəmanımız bizim Qarazadə Nicatımızdır. 2022-ci ildə qisas əməliyyatında şəhadətə ucalan igidimizdir. Ancaq bu ocaqdan, bu nəsildən şəhid bir tək Nicatımız olmadı. Çox təəssüflər olsun ki, bu ocaqdan bu nəsildən 4 qəhrəman, şəhid, vətən torpaqlarının azadlığı uğrunda canından keçən igidlərimiz var. İstədim Nicatımızın timsalında onları da belə yad eləmiş olaq. Aviasiya zabiti kapitanı Quliyev Rauf Qəribxanoğlu aviasiya təyyarəsi üzrə 1-ci Qarabağ müharibəsində şəhid olub. XTG şəhidi Gizir Səfərov Elmdar Səlimxanoğlu aprel döyüşlərində şəhid olub. Gizir Müslümov Eyşən Habiloğlu 44 günlük vətən müharibəsində şəhid olub. Və şəhid Kiçik Gizir Qarazadə Nicat Malikoğlu qisas əməliyyatında 2022-ci ildə şəhid olub, şəhadətə ucalıb. Hal-hazırda yanımda Nicatımızın anası dayanıb. Ana, Allah sizə səbir versin. Sənə və bax, bu şəhidlərimizin valideynlərinə, sənin doğmalarına səbir versin. Doğrudan da adətən şəhid evlərini ziyarət edəndə daha çox öz şəhidləri haqqında məlumatlar əldə eləmiş oluram. Daha çox öz şəhidlərini, hansı ocağı ziyarət edirəmsə, öz şəhidlərinin şəkilləri olub köşədə. Ancaq qapıdan girər-girməz burada ətraflı şəkildə məlumatlı olaraq bir nəslin 4 qəhrəman şəhidinin şəkli olması həqiqətən də qürur vericidir. Bir daha təşəkkür edirəm ki, öz övladınızla yanaşı nəslimizin qəhrəman şəhidlərini də unutmuşsunuz. Mən də sizə təşəkkür edirəm. Yad eləyib bu qapıya gəldiyinizə görə, Nicatımı yada saldığınıza görə. Bu şəhidlər bizim də övladlarımızdır. Nicat kimi onlar da bizim övladlarımızdır. Allah sizə can sağlığı versin. Allah sizə ürəyinizə görə, qəlbinizə görə, gözünüzə nur versin. Həmişə əlinizdə qələm olsun. İstədiyinizə nail olasınız. Çox sağ olun. Allah razı olsun sizdən də. Şəhid ocağı həmişə qapısı açıq olar. Nicatın ocağı həmişə açıqdır üzünüzə. Açan ürəyiniz istəsə, bu ocaq sizin üzünüzə açılır. Allah köməyiniz olsun hamınız. Əziz izləyicilər, Nicatımız haqqında da sizlərə qısaca da olsa məlumat vermək istəyirəm. Cənnətə Subay Kösən oğullarımızdan biridir. Nicatımız hərbi xidmətini bitirdikdən sonra, hərbi xidmətini bitirməsinə baxmayaraq, Nicat vətənə xidmətini davam etdirmək qərarına gəlir və Kiçik Gizir vəzifəsinə qədər orada çevikliyinə görə ucalır. Eyni zamanda dəqiq snayperistlərimizdən biridir Nicatımız. Burada onun son yazıları yer almış bir lövhə də var. Özü döyüşlərə getməmişdən qabaq ailəsinə çatması üçün son sözlərini yazıb ki, ana ağlama, ata başını dik tut. Mən öz istəyimlə döyüşlərə qatılıram, könüllü olaraq və şəhidlik zirvəsini özüm arzulayıram. Qəhrəmanımız arzuladığı zirvələrdir. O bu dünyadan, o dünyaya deyil, bu dünyadan birbaşa ürəklərə közdür. O təkcə cənnətdə deyil, hər birimizin qəlbində yaşayır. Bizlər unutmuruq şəhidlərimizi. Əziz izləyicilər, sizlər də unutmayın. Hal-hazırda Abşeron rayon Ceyranbatan qəsəbəsində qəhrəman şəhidimiz Nicat Qarazadənin ocağındaydı. Yolumuz bu istiqamətdən düşəndə sizlər də qəhrəmanımızın ocağını ziyarət etməyi unutmayın. Sağ olun, Allah razı olsun sizdən də.